Hər vaxtınız xeyir əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Hisar İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verişini izləyirsiniz. Əziz tamaşaçılar, bugün verişimizdə cənab Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri, orada həyata keçirilən böyük bərpa qurucuq işləri barədə studiyamızın qonağı ilə həmsöhbət olacaq. Həmçinin Azərbaycan, Türkiyə, Pakistan üçtərəfli əməkdaşlığının bölgədə yeni yaratdığı reallıqlara toxunacaq. Studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Pərvanə Vəliyevadır. Xoş gəlmisiniz Pərvanə xanım. Xoş gördük. Pərvanə xanım, qeyd etdiyimiz məsələlərlə bağlı cənab Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri və orada həyata keçirilən bərpa qurucuq işləri barədə ümumi təəssüratlarınız necədir? Bu barədə nə demək istərdiniz? Buyurun. Əvvəla dəvətiniz üçün təşəkkür edirəm. Öncə qeyd edim ki, Laçın necə olub ki, biz bu torpaqlarda suverenliyimizi, ərazi bütövlüyümüzü tam bərpa etdik. 44 günlük vətən müharibəsi zamanı güclü siyasi rəhbərlik, ali baş komandanlıq nəticəsində həmçinin Azərbaycan mərdiqid oğullarının səyləri, onların canı qanı bahasına biz torpaqlarımızı işğaldan azad etdik və BMT-nin icra olmayan 4 qətnaməsində biz özümüz, yəni ölkəmiz, xalqımız icra etmiş oldu və 2020-ci ilin noyabrın 8-də Şuşa işğaldan azad edilən zaman artıq Ermənistan ordusunda təslim olmaqla bağlı meyllər artmışdı və belə olan halda noyabrın 10-da kapitulyasiya aktı imzalandı Ermənistan tərəfindən və bundan sonra da Laçının, Kəlbəcərin, Ağdamın tam olaraq Azərbaycana verilməsi, işğaldan azad olunması, bir güllə belə atılmadan Azərbaycana qaytarılması baş verdi. Bu da təbii ki, həm güclü siyasi rəhbərlik, hərbi, diplomatik səylər nəticəsində Ali Baş Komandanın apardığı uğurlu diplomatik siyasət nəticəsində əldə olunmuş bir uğur idi və Laçın tam olaraq Azərbaycanın nəzarətinə götürüldü. Azərbaycan nəzarəti götürdü burada və bundan sonra da 21-ci ildən etibarən işğaldan azad olmuş ərazilərimizdə geniş miqyaslı bərpa quruculuq işləri, infrastruktur layihələrinin icrasına başlanıldı. Bu baxımdan Laçın həqiqətən çox strateji bir əhəmiyyətə malik olan coğrafi cəhətdən bir ərazidə yerləşir. Həm təbii sərvətlərlə zəngindir, həm tarixən zəngin mədəni irsə malik olan bir ərazi olub. Həmçinin mühit olaraq bəli, burada bir Laçın koridoru da var ki, bu Ermənistana gedən yolun üzərindədir və Azərbaycanla Ermənistan arasında yerləşir bu rayon. O baxımdan elə burada beynəlxalq hava limanının inşa edilməsi də regionun nəqliyyat diversifikasiyası baxımından çox böyük əhəmiyyətə malikdir. Bir çox əhəmiyyəti ilə bağlı həm də yanaşı eyni zamanda turizmə dəstək ola biləcək bir addım idi. Bəli, potensialının olması həqiqətən burada istirahət kompleksi də açıldı. Elə cənab prezident açılışında iştirak etdim. Sonrasında elə Laçında tikiş fabrikinin açılışında cənab prezident iştirak etdi. Təbii ki, bunlar hər biri Laçın rayonunda iqtisadi inkişafa nail olmaq, burada yaşayan əhalinin məşğulluğunun artırılmasına dəstək olan addımlardır və Azərbaycan yenə də işğaldan azad olmuş ərazilərin dirçəldilməsi istiqamətində güclü prinsipiallıqla siyasi iradə, əzmkarlıq ortaya qoyur. Dövlət büdcəsindən daha böyük vəsaitlər sırf bu ərazinin dirçəldilməsinə, inkişafına yönəldilmiş. Pərvanə xanım, Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı yeni bir reallıqlar formalaşdırır. Bəs bu barədə nə demək istərdiniz? Bəli, elə məhz bu cür tarixi bir hadisənin Laçında beynəlxalq hava limanının inşa edilməsinin açılışında dost qardaş dövlətlər olan Pakistanın və Türkiyənin rəhbərləri, prezidentlərinin iştirakı həqiqətən bir daha Azərbaycan, Türkiyə, Pakistan dostluq qardaşlığının növbəti bir təzahürü idi. Biz elə vətən müharibəsi dövründə də bu dəstəyi çox yaxından hiss etmişdik. Elə Türkiyə olsun, pilotsuz uçuş aparatları, dünya hərb
tarixində misli görülməmiş hərbi əməliyyatları sırf bu PUA-lar vasitəsilə, bayraqdarlarla biz qalib gəlmiş olduq. Həmçinin Pakistan tərəfindən də çox böyük dəstək görmüşdük və hazırda da regionun inkişafında, məsələn, elə Laçında bir neçə türk şirkətlər, Türkiyəyə məxsus türk əsilli sahibkarların inşa etdiyi, burada çalışdığı, bəli, həyata keçirdiyi layihələr reallaşır və bu baxımdan da çox yaxşı bir əməkdaşlığın formalaşdırılması üçün bu hava limanının inşa edilməsi Türkiyə ilə də Laçın arasında, Türkiyənin ayrı-ayrı şəhərlərindən Laçına uçuşların reallaşdırılması və həmçinin təkcə Türkiyə yox, regionun digər ölkələrinin də bura marağı olan sahibkarların investisiya qoyuluşuna təkan verəcək bir addım idi beynəlxalq hava limanının inşası. Belə, Pərvan xanım, Dost Aqropark kimi layihələrin Laçında belə desə həyata keçirilməsi ümumiyyətlə kənd təsərrüfatına və məşğulluğa necə təsir göstərir? Bəli, bayaq qeyd etdim, həm tikiş fabriki, həm Dost Aqro layihəsi, çünki bu ərazilərdə ümumiyyətlə işğaldan olmuş ərazilərdə hazırda 43 mindən çox vətəndaşımız yaşayır və Laçının Bəylik kəndinə də yaxınlarda bir neçə gün bundan qabaq yeni bir köç karvanı reallaşdı. 38 ailə, 150-yə yaxın insan buraya köçdü və Laçında doğrudan da çox böyük infrastruktur layihələri icra olunub, otel inşa edilib, tikiş fabriki, qeyd etdiyiniz kənd təsərrüfatı üzrə müvafiq şirkətlər, həmçinin dövlət qurumlarının filialları fəaliyyət göstərir. Əsas məqsəd ondan ibarətdir ki, Böyük Qayıdış proqramının birinci hissəsinə qeyd olunan hədəflərin tam olaraq reallaşdırılması və deyərdim ki, Böyük Qayıdış böyük uğurla davam edir. Ümumiyyətlə, Pərvan xanım, Qarabağda həyata keçirilən geniş miqyaslı bərpa qurucu işlərində oradakı sakinlərə ayrılmış vergi güzəştləri, kreditlər, işlə təmin olunma bu hansı mərhələdir və onlar belə desə bildiyimiz kimi insanların həyat şəraitinin və güzəranın yaxşılaşdırılmasına çox böyük xidmət göstərir. Bəs bu barədə nə demək istədiniz? Bəli, işğaldan azad olunmuş ərazilərdə iqtisadi inkişafa nail olmaq istiqamətində müvafiq dövlət qurumları da öz səylərini göstərir, təkliflərini irəli sürürlər. Dövlət proqramları hazırlanır, vergi güzəştlərinin verilməsini qeyd etdiniz. Doğrudur ki, yəni burada əgər infrastruktur yenidən qurulursa və insanlar bura yeni məskunlaşırsa, öz torpaqlarına geri qayıdırsa, onların həm reabilitasiyası üçün, həm reinteqrasiyanın daha yumşaq formada həyata keçirilməsi üçün burada mühüm addımlardır. Bəli, vergi güzəştlərinin verilməsi, iqtisadiyyatın sahibkarlıq fəaliyyətinin təşviq edilməsi baxımından, həmçinin təhsil sahəsində, məsələn, burada fəaliyyət göstərən Qarabağ Universitetində tam olaraq təhsil haqqından azad edilməsi, dövlət ödənişli əsaslarla qəbul olan zaman ödənişdən azad edilməsi, həmçinin burada təhsil alacaq gənclər üçün təqaüd proqramı hazırda Elm və Təhsil Nazirliyi tərəfindən işlənib, hazırlanıb və həyata keçirilməsi nəzərdə tutulur. Hər biri işğaldan azad olmuş ərazilərə qayıdışı stimullaşdırmaq xarakteri daşıyır, məqsədi daşıyır. Biz bu torpaqların 30 il həsrətində olmuşuq. Yəni daim işğal faktoru ilə Azərbaycan heç vaxt barışmayıb. Bunu müxtəlif beynəlxalq tribunalardan, beynəlxalq ictimaiyyətə, dünyaya səsimizi çatdırmağa çalışmışıq və diplomatik səylər nəticə vermədiyi halda və Azərbaycan öz daxili gücü hesabına, öz qardaş dövlətlərində siyasi dəstəyinin hesabına öz torpaqlarını işğaldan azad edib və bu ərazilərə 1 milyondan çox qaçqın məcburi köçkünümüz olmuşdu və onların yenidən geri qayıdışının reallaşdırılması cəmiyyətə Azərbaycanın bir töhfəsidir. Həmçinin qaçqınların, bəli, dünya ictimaiyyətinə bir mesajdır ki, yəni bu qayıdış həqiqətən böyük qayıdışdır və burada bir əzmkarlıq, bu cənab prezidentin özünün əzmkarlığı, necə böyük istəyi ki, bu insanlar öz torpaqlarına geri qayıdır, tarixi ədaləti tam bərpa etmişik, biz özümüz bərpa etmişik və biz qalib ölkəyik, hazırda qalib ölkənin vətəndaşları da təbii ki, qaçqın məcburi köçkün problemimiz geridə qalıb, biz onları keçmiş qaçqın məcburi köçkün adlandırırıq. İnsanlar
insanlar torpaqlarına, vaxtı ikən yaşadıkları evlərinə geri qayıdırlar, ata-babalarının məzarlarını ziyarət edirlər. Mədəni irs nümunələrimiz təbii ki, məhv edilmişdi. Bunların da yenidən qurma işlərinə başlanılır. Onu da qeyd edim ki, Laçın MDB ölkələrinin mədəniyyət paytaxtı elan edilib və elə bu günlərdə burada MDB ölkələrinin nümayəndələrinin, mədəniyyət nazirlərinin görüşü baş tutur. Mədəniyyət Nazirliyimizin xətti ilə burada bir çox tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Pərvan xanım, qeyd etdiyimiz kimi, məsələn, insanların yaşayış şəraitinin ümumiyyətlə yaxşılaşdırılması məsələsinə toxunduqda, ümumiyyətlə orada infrastruktur layihələrdə besə baza bir infrastruktur olan məktəblərin, xəstəxanaların tikilməsi, bunlar insanlara hansı bir mesajı verir? Bəli, insan yaşayışı azad olmuş ərazilərdə təmin edilirsə, hökmən burada təhsil, səhiyyə, nəqliyyat məsələləri, kommunal məsələlər tam olaraq prioritet məsələləri idi və həll edilməli idi. Azərbaycan Respublikasının qarşısında duran əsas məsələlərdən yolun inşa edilməsi, dəmir yollarının açılması, hava limanını qeyd etdik. Prezident İlham Əliyev Macaristanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü zamanı qeyd etmişdi ki, Azərbaycanda 9 hava limanı fəaliyyət göstərir və bunlardan 3-ü işğaldan azad olmuş ərazilərdədir və həqiqətən də bu ərazilərə Azərbaycanın prioritet yanaşmasını göstərir. İnfrastruktur, təbii ki, nəqliyyat əlaqələrinin qurulması, turizmin inkişafı, insanların daha rahat səyahət etməsi, ərazilərə öz töhfəsini verməsi, reinteqrasiyanın gücləndirilməsi baxımından çox əhəmiyyətlidir. Digər səhiyyə müəssisələrinin qurulması da, yəni burada insanlar yaşayırsa, təbii ki, səhiyyə müəssisəsi də hökmən olmalı idi. 39-a yaxın tibb müəssisəsinin burada həmin bu ərazidə, işğaldan azad olmuş bütün ərazilərdə fəaliyyət göstərməsi nəzərdə tutulur. Şuşa rayonunda, Şuşa rayon mərkəzi xəstəxanası artıq fəaliyyət göstərir. Təbii bundan sonra da bir çox tibb məntəqələrinin, kənd tibb məntəqələrində açılışını nəzərdə tutur. Bu da təbii ki, Böyük Qayıdış proqramının icra edilməsinin hədəflərdən biridir. Pərvan xanım, ümumiyyətlə bu layihələrdən biri də alternativ enerji mənbələrdən istifadədir. Yəni beləcə külək enerjisi, günəş enerjisi. Bəs bu barədə nə demək istərdiniz? Enerji, mərkəzləşmiş enerji istilik sisteminin qurulması burada həqiqətən vacibdir. Qaz təchizatı qismən təmin edilib, amma burada daha çox üstünlük verilir yaşıl enerjiyə, bərpa olunan alternativ enerji mənbələri ilə istilik və enerji təchizatına. Çünki Qarabağ və Şərqi Zəngəzur belə bir qlobal öhdəlikdə götürülüb 2050-ci ilə qədər xalis sıfır karbon emissiyası olan əraziyə çevriləcəkdir Qarabağ və Şərqi Zəngəzur və bunun üçün də kifayət qədər təbii ehtiyat, yəni günəş enerjisi, külək enerjisi, sudan hətta enerji almaqla bağlı potensialı var bu ərazilərin. Hazırda da günəş panellərindən istilik alması tam təmin edilir. Məsələn, Ağalda elə smart şəhər qurulub və burada evlərin üzərlərində, damlarında günəş panelləri yerləşdirilib və tam olaraq burada istilik və enerji elektrik təchizatı günəş panellərindən təmin edilir və bu da ki, Azərbaycanın ekologiyasına bir, ümumiyyətlə dünya ekologiyasına töhfədir, sağlamlığa, bəli. Həmçinin ekologiyanın təmiz saxlanması, yəni burada təmiz ərazilər olacaq. Həmçinin bu da ekoloji cəhətdən təmiz olan yerlərə turizmin, turistlərin axınının sürətləndirən amillərdən biridir. Çox sağ olun Pərvan xanım, fikrinizi bölüşdüyünüz üçün təşəkkür edirik. Mən təşəkkür edirəm. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Pərvanə Vəliyeva idi. Gələn görüşlərə dək.